Tolerantlıq sadəcə dözümlülük demək deyil, həm də fərqli düşüncəyə, inanca və həyat tərzinə hörmətlə yanaşmaq bacarığıdır. Tolerantlıq cəmiyyətin mədəni inkişafının əsas göstəricisidir. Tolerantlıq mədəniyyəti müasir dünyada sülhün və sabitliyin əsas dayaqlarından biridir. UNESCO-nun tolerantlıq prinsipləri haqqında bəyannaməsində qeyd edilir ki, tolerantlıq insan hüquqlarına, azadlıqlara hörmətin əsasını təşkil edir. Nifrət, irqçilik, ksenofobiya və zorakılıq kimi hallara qarşı mənəvi sipər rolunu oynayır. Bu dəyərlər təkcə fərdlər arasında yox, həm də dövlətlər arası münasibətlərdə mühüm əhəmiyyətə malikdir. Hər il noyabrın 16-sı dünyada beynəlxalq tolerantlıq günü kimi qeyd olunur. Bu tarix 30 il öncə, 1995-ci ildə UNESCO tərəfindən təsis edilib. Müxtəlif xalqlar, dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və anlaşmanı təbliğ etmək məqsədi daşıyır. Tolerant və multikultural mühit yalnız dinlər arası münasibətlərdə deyil, həm də ictimai sabitlik, mədəniyyətlər arası dialoq, təhsil və turizm kimi sahələrdə də inkişafı stimullaşdırır. Tolerantlıq həmçinin gənc nəslin dünya görüşünün formalaşmasında mühüm rol oynayır. Təhsil sistemində multikultural dəyərlərin təbliği, müxtəlif etnik qrupların dillərinin qorunması və inkişafı bu siyasətin əsas istiqamətlərindəndir. Fuad müəllim, tolerantlıq insanın əxlaqı və mədəniyyəti ilə bağlı bir anlayışdır. Sizcə bugün dünyada tolerantlıq anlayışı düzgün qəbul edilirmi? Və nə dərəcədə tolerantlı bugün müasir dünya? Birinci bunu düşünmək lazımdır ki, əgər mən insanamsa və boynumda insanlıq vəzifələri qoyulub və mən bunları layiqincə bu vəzifələri icra etməliyəm, həyata keçirməliyəm və bu məsuliyyəti düşünməliyəm. Bir dahidə bunu gördüm ki, çox dəyərli nöqtəyə toxunub ki, deyir, bir insan özünü insan hesab edirsə, heç də məsələn, öz ehtiyaclarını ödəməklə, öz ailəsinə diqqət yetirməklə, öz maddi, mənəvi təminatını həll etməklə insanlığı bitmiş hesab eləməsin. İnsan o şəxsə deyirlər ki, məsələn, bilə ki, yer kürəsində yaşayan hansısa insan çətinliyə düşübsə, problemi varsa, və yaxud, məsələn, haradasa qayğıya ehtiyacı varsa, nə dərəcədə mən ona dəstək ola bilərəm? Dini nöqteyi nəzərdən bu məsələyə yanaşsaq, heç olmasa dualarımda onu əsk etmərəm. Əgər insanlar, məsələn, insanlıqda bir olsalar, vəhdət olsalar, bir-birinin səsinə səs versələr, insanlıq bəşəri fəlakətlərdən xilas ola bilər. İnsanlığı mütəfəkkirlər nəyə bənzədir? Bir bədənə bənzədir. Mənim əgər ayağımın baş barmağına bir tikan sancılırsa, bütün bədənim o ağrıya məruz qalmır. Çünki reseptor oradan mərkəzə o ağrını çatdıra bilir. Mərkəzdən də o ağrının qarşısını almaq üçün gərək mütləq ona qarşı xəbər, cavab gedə. İnsanlıq bundan ibarətdir. Əgər bir gün Afrikada yaşayan insan və yaxud Asiyada yaşayan, Avropada yaşayan hər hansı bir insan ailəsində haqlar pozulursa, ona mən biganə qalmamalıyam. Bugün dünya insanları arasında tolerantlıq, bir-birinə sevgi, bir xoşgörü, necə deyərlər, varsa, insanlıq xilas olacaq. Və insanlığı İslam azadlığa, birliyə, vəhdətə, qardaşlığa dəvət edirdi. Hətta Ərəbistan yarımadasında İslam, yəni dünyaya öz səsini yayanda Peyğəmbərin ətrafında istənilən millətlərdən nümayəndələr vardı. Fərqi yox idi. Məsələn, Peyğəmbər Məkkədən Mədinəyə gələndə ilk Peyğəmbər üçün tikilən məsciddə birinci azanı kim dedi? Qara irqin nümayəndəsi. Həbəşistanlı olan qara qul olub və azadlıq almış Bilal Həbəşi. Peyğəmbər özünün vida xütbəsində gözəllik nədir? Ərəbin əcəmdən, əcəmin ərəbdən heç bir üstünlüyü yoxdur. İnsanın insanın üstünlüyü onun ədəbindədir, əxlaqındadır, tərbiyəsindədir. Bəli, tolerantlıq da bizə tərbiyənlə, ədəblə və həyat tərzimizlə öyrədilir, verilir və biz bunları təhvil almalıyıq öz böyüklərimizdən və bunu da ailədə övladlarımıza
və məktəbdə şagirdlərimizə, universitetlərdə tələbələrimizə, institutlarda tələbələrimizə öyrətməliyik və bu əqidə, bu yanaşma, bu əxlaq insanlığı xilas edəcək. Azərbaycan çox konfessiyalı ölkədir. Burada dinindən, məzhəb və təriqətindən asılı olmayaraq hər kəs qarşılıqlı hörmət şəraitində yaşayır, fəaliyyət göstərir, dini ayin və mərasimlərini sərbəst yerinə yetirir. Tolerantlıq və multikulturalizm Azərbaycan xalqının milli kimliyinin ayrılmaz tərkib hissəsinə çevrilib. Tolerantlıq müasir Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin təməl prinsipləri konstitusiyada, dini etiqad azadlığı haqqında qanunda və dövlət proqramlarında öz əksini tapıb. 2016-cı ilin Azərbaycanda multikulturalizm ili kimi elan olunması, 2017-ci ilin isə İslam həmrəyliyi ili kimi qeyd edilməsi ölkənin bu istiqamətdə gördüyü ardıcıl tədbirlərin bariz nümunəsidir. BMT, UNESCO, İSESCO kimi təşkilatlarla əməkdaşlıq çərçivəsində keçirilən beynəlxalq konferanslar, dini icmalar arasında dialoq təşəbbüsləri ölkənin tolerantlıq modelini dünyaya tanıdıb. Azərbaycanın Bakı prosesi çərçivəsində təşəbbüs göstərdiyi mədəniyyətlərarası dialoq forumu artıq beynəlxalq səviyyədə nüfuzlu platformaya çevrilir. Müasir dövrdə Azərbaycanda və dünya ölkələrində olan tolerantlıq ənənələrini necə qiymətləndirmək olar? Толерантность – это одно очень важное слово. Tolerantlıq çox vacib bir anlayışdır və insanlar onun mənasını fərqli şəkildə izah edirlər. Əslində, tolerantlığın mahiyyəti ondadır ki, mən ola bilsin səninlə bütün məsələlərdə və fikirlərdə tam razı deyiləm, lakin səni bir insan kimi qəbul edir, sənə hörmət edir və səninlə xoş ünsiyyət qura bilirəm. Müasir dünyamızda bir növ ünsiyyət böhranı yaşanır. Bu şəraitdə tolerantlıq çox önəmli və işıqlı bir dəyər kimi ön plana çıxır. O bizə yardım edir ki, öz fikirlərimizi sərbəst ifadə edə bilək. Eyni zamanda başqasının da fikrinə hörmətlə yanaşaq. Artıq uzun illərdir ki, Azərbaycanda yaşayıram və dostlarımla söhbət zamanı fəxrlə qeyd edirəm ki, burada çox konfessiyalı və tolerant cəmiyyət dövlət səviyyəsinə dəstəklənir. Əhalisinin böyük əksəriyyəti müsəlmandır, lakin bu ölkədə xristianlar, yəhudilər və digər dini icmaların nümayəndələri də yaşayırlar. Mən sevinirəm ki, Azərbaycanda fərqli dini baxışlara malik insanlar bir-birinə hörmətlə, dostcasına münasibət qura bilirlər. Biz Azərbaycanın dini liderləri bir yerə toplaşanda, məsələn, hörmətli Şeyxülislam Allahşükür Paşazadə ilə görüşlərdə qeyd edirik ki, tolerantlıq Azərbaycanda daha yüksək pilləyə yüksəlib və artıq sadəcə tolerantlıq deyil, harmoniyadır. Azərbaycanda biz yalnız başqasının fikrinə hörmət etmirik, həm də cəmiyyətin rifahı naminə birgə əməkdaşlıq edirik. Beləliklə, katoliklər, digər xristianlar, yəhudilər və müsəlmanlar öz düşüncələrini heç bir qorxu olmadan bölüşə bilirlər. Bu nailiyyətdə ən böyük rol cənab prezidentə məxsusdur. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də bu istiqamətdə bir çox işlər görür. Çoxsaylı görüşlər və konferanslar təşkil edir. Bu isə bir çox ölkələrdə, o cümlədən mənim doğma Slovakiyamda çatışmayan bir nümunədir. Bu tədbirlər göstərir ki, tolerantlıq zəiflik və ya məğlubiyyət deyil, əksinə bir nailiyyətdir. Biz birlikdə irəliləyə və cəmiyyətimizi inkişaf etdirə bilərik. Bəzən insanlar düşünürlər ki, başqasına qarşı dözümlü olmaq nədənsə məhrum qalmaq deməkdir, amma bu belə deyil. Əksinə, onun fərqləri məni zənginləşdirə bilər. Səmimi dialoq bizim dünya görüşümüzü genişləndirir və bizi bir-birimizə daha da yaxınlaşdırır. Bugün Azərbaycanda onlarla etnik qrup və müxtəlif konfessiyalar azad şəkildə fəaliyyət göstərir. Katolik kilsəsi, pravoslav və luteryan kilsələri, Dağ Yəhudiləri sinagoqu, Alban Udi kilsələri və digərləri Azərbaycandakı tolerantlığa parlaq nümunədir. Bugün Azərbaycanda mövcud olan tolerant mühitə dünyanın çox az sayda ölkəsində rast gəlmək olar. Bakının mərkəzində bərpa olunmuş və hökumət tərəfindən qorunan erməni kilsəsi də buna ən gözəl nümunədir. Azərbaycanın əksinə olaraq Ermənistan təkcə 30 ilə yaxın işğalda saxladığı Qarabağ torpaqlarında deyil, Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində də tarixi dini abidələri ya məhv edib, ya da saxtalaşdırıb.
İşğaldan azad edilmiş ərazilərdə bütün dini abidələrə qarşı vandalizm halları, məscidlərin isə yerlə yeksan edilməsi ilə yanaşı təhdidlərə də məruz qalması inkar edilməz faktdır. Tolerantlıq, Allah qəni-qəni rəhmət eləsin, Ulu Öndərin təbirincə desək, xalqın yüksək mədəniyyətinin təzahürüdür. Məhz Azərbaycan xalqının yüksək mədəniyyəti imkan verir ki, Azərbaycanda yaşayan 40-a qədər azsaylı xalqlar sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayır. Azərbaycan modeli dini və mədəni müxtəlifliyinin harmoniyasıdır. Məhz həmən dini mədəni müxtəliflik imkan verir ki, bütün xalqlar Azərbaycan xalqı ilə Azərbaycan xalqının sevincinə sevinir, olmasın bəd günlər, orada da bir yerdədirlər. Bunu həm 1-ci Qarabağ müharibəsi, həm 2-ci Qarabağ müharibəsi öz bariz nümunəsi ilə bütün dünyaya sübut etdi ki, məhz Azərbaycan, Azərbaycan xalqı və Azərbaycanda yaşayan bütün xalqlar tolerant, qardaş, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Hər süfrənin başında nemətimiz bərabər, hörmətimiz bərabər, izzətimiz bərabər. Hər məclisdə sözümüz, söhbətimiz bərabər. Ana yurda borcumuz, xidmətimiz bərabər. Bərabərlik olan yerdə bölməyə daha heç nə qalmır. Odur ki, 40-a qədər azsaylı xalqlar Azərbaycanda xoş, sülhsevər və ümumiyyətlə isə öz inanclarına sərbəst surətdə yerinə yetirməyə qadir olan bütün xalqlardır. Tolerantlıq sehirli bir çubuq deyil. Vurdun, yarandı. Gördüyünüz kimi bu məbəd möhtərəm prezidentimizin sərəncamı ilə və maliyyə dəstəyi ilə tikilir. İndi pəncərədən əgər baxsanız, orada 4 mərtəbəli Yəhudi dini mədəni mərkəzi tikilir. O da həmçinin möhtərəm prezidentimizin sərəncamı və 100% maliyyə yardımı ilə tikilir. İndi siz təsəvvür edin. Bunlar hamısı tikilib bizə töhfə olunub. Bu analogu olmayan bir şeydir. Xalqın, millətin 96%-i İslam'a qulluq edən bir dövlətdə Yahudilərə möhtəşəm Allahın evləri tikilib istifadəyə verilir və bizə də töhfə olunur. Təxminən bir il öncə, 2024-cü ilin noyabrında dünyada ilk olaraq Bakıda Tolerantlıq evi yaradıldı. Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Tolerantlıq evi Bakının tarixi mərkəzində, qədim İçəri şəhərdə yerləşir.
Zülfikar xanım, Azərbaycan müxtəlif xalqların və dinlərin nümayəndələrinin dostluq şəraitində yaşadığı, sevinç və kədərini bölüşdüyü bir məkandır. Yəqin elə bu səbəbdən də dünyada ilk olaraq tolerantlıq evi məhz Azərbaycanda yaradıldı. Bəli, tolerantlıq evi olaraq əsas məqsədimiz cəmiyyətdəki müxtəlif dini qruplar arasında qarşılıqlı hörmət, anlayışı möhkəmləndirməkdir. Biz inanırıq ki, tolerantlıq hər bir ölkənin sabitliyinin, insanların birliyini qoruyan ən mühüm dəyərlərdəndir. Tolerantlıq evi 1-ci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə yaradılıb və ölkəmizdə tolerantlıq siyasəti dövlət səviyyəsində dəstəklənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasətdə tolerantlıq, multikultural dəyərlər dövlət ideologiyasının ən mühüm prinsiplərini təşkil edir. Tolerantlıq evi olaraq bir il ərzində müxtəlif ənənəvi dini konfessiyalarla və müxtəlif təhsil qurumları ilə əməkdaşlıq etmişik. Müxtəlif dinlərin bayramlarını birgə keçirmişik, maarifləndirici seminarlar, dialoq görüşləri, müxtəlif birləşdirici tədbirlər həyata keçirmişik. Məqsədimiz müxtəlif inanc sahiblərini bir araya gətirmək, onları ortaq dəyərlər ətrafında birləşdirmək olub. Müxtəlif inanc sahiblərini bir araya gətirmək bizim üçün ona görə önəmlidir ki, bu cəmiyyətdə qarşılıqlı anlaşmanı, hörməti, dialoqu möhkəmləndirir və biz inanırıq ki, müxtəliflik zəiflik deyil, əksinə zənginlik və güc mənbəyidir. Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin birgə sülh içində yaşadığı bir ölkə olub və tolerantlıq evi olaraq bu ənənəni davam etdirməyə, gələcək nəsilləri ötürməyə çalışırıq. Və gələcək fəaliyyətimizdə də bu istiqamətdə işləri davam etdirməyə, xüsusilə də gəncləri bu prosesə daha çox cəlb etməyə çalışırıq. Məqsədimiz tolerantlığı yalnız tədbirlərdə nümayiş etdirmək deyil, onu gündəlik həyatımızın bir parçasına çevirməkdir. Tolerantlıq evinin ekspozisiyasında hansı maraqlı eksponatlar nümayiş olunur? Tolerantlıq evinin ekspozisiyasına Yəhudi, Xristian, İslam dinlərinə aid 400-dən artıq eksponat təşkil edir. Bunlar içərisində Qafqaz Müsəlmanlarının İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə və ölkəmizdə fəaliyyət göstərən ənənəvi dini konfessiyaların rəhbərlərinə, müxtəlif din xadimlərinə, onların millətlər arasında dinlər arası sülhün qorunması, inkişaf etdirilməsi istiqamətində göstərdikləri xidmətlərə görə təqdim olunmuş orden, medallar, Şeyxülislama müxtəlif ölkələr, təşkilatlar tərəfindən verilmiş dəyərli hədiyyələr, ölkəmizdəki müxtəlif ənənəvi dini konfessiyaların tolerantlıq evinə nümayiş olunmaq üçün və eyni zamanda hədiyyə etdikləri dəyərli eksponatlar təşkil edir. Ulu Öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirir. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada müxtəlif xalqlar və bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Prezident İlham Əliyevin din xadimləri ilə keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq iftar süfrələrində iştirakı və bu mərasimlərə digər icmaların nümayəndələrinin də qatılması Azərbaycanda tolerant düşüncənin artıq tam bərqərar olduğunu göstərir. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən dövlət başçısı bütün dünyaya tolerantlığın Azərbaycan xalqının ruhunda olduğunu bəyan edir. Beynəlxalq Tolerantlıq Günü sadəcə təqvimdə bir tarix deyil. Bu gün insanlara qarşılıqlı anlayışın, sülhün və həmrəyliyin vacibliyini xatırladır. Ölkəmiz bu dəyərləri qoruyaraq regionda, eləcə də dünyada tolerantlığın və multikulturalizmin ünvanına çevrilir.